Və qardaşlarım, qardaşlarımızın ən çox sual verib, soruşduğu məsələlərdən biri də nə edirəm, ruzumda bərəkət yoxdur. Nə edirəm, hara gedirəm, işimdə, gücümdə heç bir bərəkət yoxdur. Borcun içində, yəni sıxıntıdan qurtula bilmirəm. Cavab olaraq qardaşım, insan ən birinci Allah Taala ilə olan münasibətini düzəltməlidir. Allah Taala'nın əmrlərini yerinə yetirmək, onun qadağanlarından çəkinmək və ən əsas qurtuluş yolu buradadır. Və sonra özümə və qardaşlarıma tövsiyə edərdim ki, əgər onların evdə valideynləri varsa, anaları və ataları varsa, onlarla gözəl rəftar eləsinlər və analarından dua istəsinlər, analarının razılığını qazansınlar. Ola bilməz ki, mümkünü yoxdur ki, əgər insanın evdə valideyni olsun və valideyni ondan narazı olsun, o insanın həyatında bərəkət olsun. Bu ola bilməz. Bu mümkünsüz bir şeydir. Ola bilər sən çox maaş ala bilərsən, çox işləyib pul qazana bilərsən, lakin evdə anan və atan səndən razı deyilsə, sən heç vaxt uğur tapa bilməyəcəksən. Vallahi az qazananlar, səndən də qat-qat az qazanan insanlar, onların ruzusu, bərəkəti səndən çox olacaq. Onlardan 10 dəfə çox qazansın belə, əgər evdə anan, atan səndən narazıdırsa, səndən razı deyirlərsə, sənin həyatında, qazancında, heç bir şeyində bərəkət olmayacaq. Daim borcun içində, sıxıntı üzərinə sıxıntı, Allaha sığınırıq və Allahdan istəyirik ki, Allah Taala bizim həyatımızı islah eləsin, bizi günahlardan qorusun. Və sallallahu aleyhi və səlləm alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin.